Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin əsas buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Eritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Xəzər xəbəri açıqlamasında deyib. Onun sözlərinə görə saxlanılan şəxslər aparılan uzun müddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəmizə geri gətirilib. Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan Caspian Marine Services şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Pəhləvan, İgid və CMS 3 gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzun müddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəmizə geri gətirilib. Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədi ilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib. Bu prosesdə yaxından dəstək göstərən Türkiyə Respublikasının Eritreya dövlətindəki səfirliyinə dərin minnətdarlığımızı bildiririk. Qazaxıstan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Air Astana şirkətinin Tbilisi Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub. Müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib. Yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarə yerli vaxtla saat 00:25-də uğurla eniş edib, sərnişinə dərhal tibbi yardım göstərilib və o daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb. Air Astana şirkətinin qərarı ilə reisin təyinat nöqtəsindən yola salınması təxirə salınıb. Digər sərnişinlər isə otelə yerləşdirilib. Xəzər xəbəri izləyirsiniz. Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Bu isə bir sıra maneələr yaradır. Fövqəladə Hallar Nazirliyi avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib. Nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğın söndürmə əməliyyatlarına maneə yaradır. Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib. Bəzən avtomobillər elə şəraitdə park olunur ki, iri qabaritli, xüsusi təyinatlı operativ nəqliyyat vasitələrinin oradakı hərəkət və sərbəst keçid imkanı kifayət qədər məhdudlaşır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış mütəmadi reydlər və eyni zamanda yanğın söndürmə, xilas etmə əməliyyatlarının sonradan təhlili zamanı müşahidə olunmuşdur ki, nizamsız parklanmalar nəticəsində bəzi yaşayış massivlərində və binaların ətrafında yanğın söndürmə avtomobilləri keçidinə və həmçinin ərazidə olan su təchizatı sistemlərinin sərbəst şəkildə istifadə olunmasına, hətta bəzən su hidrantlarına və yaxud da su hovuzlarına yanğın söndürmə avtomobillərinin ümumiyyətlə yanaşmasına maneə halları qeydə alınmışdır. Bildirilib ki, əhalinin avtomobillərinin müəyyən olunan yerlərdə park etməsi məqsədə uyğundur. Bütün bunları nəzərə alaraq əməliyyatlar zamanı operativliyin və çevik xilas etmə, yanğın söndürmə hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə sakinlərdə üst tutub xahiş edirik ki, bu kimi halları nəzərə alaraq avtomobilləri yalnız müəyyən olunmuş formalarda və bir-biri ilə ara məsafəsi gözlənilməklə park etsinlər. Qaydalara əməl olunarsa, iri qabaritli xüsusi təyinatlı texnikalar binalara maneəsiz yaxınlaşa bilərlər. Şəhla Poladova, Zöhrab Şirinov, Xəzər xəbər.
Dələduzluq halları artmaqda davam edir. Paytaxt sakini iddia edir ki, sosial şəbəkə vasitəsilə tanış olduğu şəxs tərəfindən aldadılıb. O, evinə mebel sifariş edib, lakin nə mebel var, nə də pulu geri qaytarılır. Elə hadisənin təfərrüatlarını minlərlə manat ziyana düşən vətəndaşın özündən eşidək. Mebel yığacağını deyib, ev sahibinin 5000 manatını mənimsədi. Paytaxt sakini Tella Təkişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir. O, TikTok platformasında tanıdığı şəxslə avqust ayında əlaqə saxlayıb. 2 ay sonra işin hazır olacağı deyilsə də 8 ayda ortalıqda mebel yoxdur. Mamam TikTok vasitəsilə bir neçə baxdı şirkətlərə. Onlarla qiymət, yəni bütün evin hamısı yüksək qiymətlər dedi. Bunun səhifəsində canlı falan açırdı deyə. Mama dedi ki, mən çox bəyənirəm bunun işlərini. Nəsə, gəlsin ölçü götürsün. 2-3 dəfə gəldi, bizi ölçü götürdü. Bütün evi 9000-ə danışmışıqsa, gəlin başlayaq da, yəni mən razıyam. Nəsə, bu dedi ki, 9000-ə danışırıq, beh atacaqsınız mənə, behin müqabilində mən iş görəcəm. Dedim, bəs necə gedək sexvə baxaq, iş yerim varmı falan. Yo, narahat olma, əlbəttə ki, var, sexsiz iş olar. O dedi ki, mən sənə kartımı atacam, şəxsiyyətimi atacam. Yəni, heç bir narahatçılıq olmayacaq. Zərər çəkən deyir ki, həmin şəxs anasının evində də mebel yığacağını deyib. Ondan da 200 manat aldıqdan sonra yoxa çıxıb. İndi onların nə zənglərinə cavab verir, nə də mesajlarına. Bir prixoja yığacaqdı, yəni koridor mebeli yığacaqdı. Bir uşaq otağı, 2 kravatdan ibarət, bir şkafdan ibarət. Bir kuxna mebeli yığacaqdı, divan, stul, belə. Bir də ki, mənim yataq otağımı yığacaqdı. Özünü də zəng eləyirik ki, gəlin işi davam eləyin, pulumu qaytar, heç istəmirəm işi davam eləməyə, pulum yoxdur, pulumu xərcləmişəm, də belə də ki, eləmişəm də. Ondan sonra da onun telefonlarına zəng çatmır. Mənim uşaqlarım üst-üstə yatır, mən nənəmgildə, yəni müvəqqəti sığınmışam. Məsələdə adı çəkilən şəxslə biz də əlaqə saxlamağa çalışdıq, lakin zənglərimizə cavab verən tapılmadı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Xəzər xəbərə bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb. Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə tövsiyə olunub. Fidan Əsədli, Ramil İbrahimov, Xəzər xəbər. Naxçıvanda qətl hadisəsi baş verib. Sədərə rayon sakini 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma zamanı qadının yoldaşı 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Azər İbrahimli şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Sədərə rayon prokurorluğunda cinayət işi başlanılıb. Onların 2 övladının olduğu da bildirilirdi. Bayramda ailəsi ilə birgə Bakıdan valideynlərinin yanına Zaqatalaya gedən şəxs orada dəm qazının qurbanı olub. Onun meyidi səhər saatlarında hamamda aşkar olunub. Bayram tətilini fürsət bilərək rayona istirahətə gedən şəxs faciənin qurbanı olub. Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb. Bakı şəhər sakini Sənan Məmmədovun meyti səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb. Dəm qazı hadisəsi rayonun Aşağı Tala kəndində baş verib. Belə ki, 34 yaşlı Sənan Məmmədov Bakıda yaşayırdı və tətil günlərində baba ocağına istirahət günləri üçün gəlmişdi. Yaxınları bildiriblər ki, ötən gecə hamama girən Sənan Məmmədov təxminən 3 saat sonra yaxınları tərəfindən cansız halda aşkar edilib. Gündüz də bayramın zadı gəzib edib, axşam da uşaqlarla oturub çay içiblər. Evə gələndə saat 1-dən sonra 2 yadələn bu vaxtlarda girib ki, çimsin. Çiməndə də hamı yatıbdı. Bu da o da bilmirəm necə olursa da səhər orucu duranda anası, atası, xalası olan bir görüblər ki, belə də vəziyyət, yıxılmış vəziyyətdədir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan Sənan Məmmədov ailəli olub, 3 yaşlı əkiz övladı var. Ruslan Abdulov, Şəhla Poladova, Xəzər xəbər.
Gəncədə 3 nəfər qidadan zəhərlənib zərər çəkənlər hadisəyə yedikləri suşinin səbəb olduğunu bildiriblər. Şəhər sakinləri 23 yaşlı Talih Cabbarzadə, 21 yaşlı Kəmalə Kərimova və 24 yaşlı Günel Əmraslanova səhər saatlarında sosial şəbəkə vasitəsilə satışla məşğul olan satıcıdan suşi sifariş veriblər. Onu yedikdən sonra isə səhətlərində narahatlıq hiss ediblər. Bir neçə saat sonra yenidən halları pisləşən şəxslər həkimə müraciət ediblər. Onlar Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunublar. Pasiyentlərə kəskin qastritin əlaməti diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir. Lazımi tədbirlər görülübdür. Vena daxilinə maye köçürülüb, mədə-bağırsaq yuyulubdur. Xəstələr kafi vəziyyətdə evə yazılıbdır və evə lazım olan məsləhətlər verilib. Nədəndir zəhərlənməklərin? Özlərinin deməyinə görə səhər saatlarında onlar suşi yeyiblər. Suşi yedikdən sonra mədədə ağrılar, ürək bulanma, bir-iki dəfə qusma, qarında ağrılar olubdur. İndi hamı cibində müxtəlif bıçaqlar gəzdirir. Buna görə də polisin səlahiyyəti artırılmalıdır. Çünki bu ölüm təhlükəsi yaradır. Bunu Milli Məclisin Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aqil Abbas müsahibəsində bildirib. O qeyd edib ki, bıçaq gəzdirənlərlə bağlı cəzalar sərtləşdirilməli, inzibati məsuliyyət tətbiq olunmalıdır. Bəs qanunvericilikdə necə? Üzərində bıçaq gəzdirənlərlə bağlı hansı cəzalar nəzərdə tutulub? Vaxtilə 3 kriminal şəhər vardı. Bakı, Ağdam və Gəncə. İndi bütün şəhərlər kriminallaşır. Hansı rayonda desəz, kriminal hadisələrə rast gəlsən. Belə olmaz. İndi həmin cibində müxtəlif bıçaqlar gəzdirir. Avtomat özü asılan bıçaqlar gəzdirir. Buna görə də polisin səlahiyyəti artırılmalıdır ki, yəni şübhələndiyi adamların saxlasın və onun üstündəki bıçaq var, yoxdur, cəzalandırsın. Millət vəkili Aqil Abbas sosial şəbəkələrdə kameralara düşən bıçaqlanma hadisələrini şərh edərkən bunları bildirib. O deyir ki, cəzalar sərtləşdirilməlidir. Məktəblinin üzərində bıçaq nəyə lazımdır? Kimə lazımdır? Özü bu cərimə ilə olan şey deyil. Cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yəni demirəm tutub 5 iş verilməlidir, amma bir 15 sutka, bir ay belə adamlara cəza verilməlidir ki, sən bu bıçağı üstündə niyə gəzdirirsən? Bu çünki ölüm təhlükəsi yaradır. Milli Məclisin Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü bildirir ki, ümumiyyətlə üzərində tiyəsi 4 sm-dən uzun olan bıçaqlar gəzdirmək qadağan olunmalıdır. Əks halda cinayət hadisələrinin sayında artım müşahidə oluna bilər. Yəni polis çalışır, amma bu təkcə polisin işidir. Amma o cəza dediyiniz cərimələrlə olmaz. Cəriməli elədik 100 manat, mən də cibimə bıçaq qoyub sağlananda 100 manat cəriməmi vermir. Cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanladıq. Bildirildi ki, bıçaqlanma hadisələri ilə bağlı artım müşahidə olunmur. Məişət təyinatı olmayan soyuq silahlar insan həyatı və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Müxtəlif təyinatlı, kəsici, deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Soyuq silahların qanunsuz gəzdirilməsinə görə həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət tədbirləri icra olunur. Hüquqşünaslar isə bildirirlər ki, ekspertin rəyi əsasında bıçağın soyuq silah olub-olmadığına qərar verilir. Bu rəy əsasında bıçaq soyuq silah hesab edilərsə, o zaman 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığı məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulur. Aytən Fehruz, Xəzər xəbər. Şabranda yolun yararsız vəziyyətdə olmağına görə qəza şəraitinə düşən avtobloger dövlət qurumunu məhkəməyə verib və qalib gəlib.
Avtomobilinin təkəri çuxura düşərək partlayıb. Avtobloger Elgün Xıdırov deyir ki, gecə saatlarında avtomobilinin təkəri Şabran rayonu ərazisində magistral yoldakı çuxura düşərək partlayıb. Gecə vaxtı olub hadisə və işıqlandırılmayan bir yoldur, sürətli bir yoldur. Zaten yolun bir çox hissələrində çuxurlar var, amma həmin hissə daha pis vəziyyətdə idi. Avtomobilin təkəri partladı və aydındır ki, ön təkəri partlayan avtomobil idarə olunmaz hala gəlir. Biraz sürücü daha diqqətli olmalıdır ki, avtomobili düz saxlasın. Avtomobili təhlükəsiz vəziyyətə gətirdim, yəni yol kənarına çəkib saxladım, 102 qaynar xəttinə məlumat verdim və ümumiyyətlə hadisənin qeydə alınmasını istədim. Daha sonra təbii ki, həm izahatım alındı Dövlət Yol Polisi tərəfindən, həm hadisənin sxemi çəkildi. Servisdə yoxlanışdan sonra digər hissələrə, yəni təkər topunun yastığına, stabilizatora ziyan dəyməsi, sıradan çıxması bəlli oldu. Qüsur aktı alındı servisdən. Elgün Xıdırov bildirib ki, ona dəymiş zərər müəyyənləşəndən sonra Avtomobil Yolları Dövlət Agentliyinə zərərlə bağlı müraciət edib. Onun sözlərinə görə uzun müddətdən sonra dəymiş zərərin qarşılanmasına imtina cavabı gəlib. Sonra isə sürücü Binəqədi rayon məhkəməsinə müraciət edib. Bütün materiallar toplandı, məhkəməyə təqdim olundu. Daha sonra Binəqədi rayon məhkəməsi mənim iddiamı təmin elədi. Əslində iddianın təmin olunmasında mənim mənəvi zərərin ödənməsi, kompensasiyası və digər də məsələlər var idi. Ona görə də məhz dəymiş zərər hissəsi təmin olundu. Yəni qismən belə deyək ki, iddiam təmin olundu. Təxminən bir ay ərzində agentlik apellyasiya məhkəməsinə şikayət elədi, müraciət elədi və apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Dövlət Agentliyi avtomobilə dəymiş zərər, yəni ehtiyat hissələri, servis və məhkəmə xərcləri də daxil 933 manat təzminatı mənə ödəyəcək deyə Elgün Xıdırov vurğulayıb. Onu da bildirək ki, apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunub ki, qərardan kassasiya şikayəti verilə bilməz. Şəhla Poladova, Xəzər xəbər. Ölkə üzrə məscidlərdə Ramazan bayramı namazının qılınma vaxtı bəlli olub. Bayram namazının saatı məscid imamlarının və ya icma rəhbərlərinin qərarına əsasən müəyyən edilir. Bəs fitrə zəkatı necə hesablanmalıdır? Hansı məbləğ tövsiyə olunur? Sujetdən biləcəksiniz. Bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Xəzər xəbərə bildirib ki, Ramazan bayramının namazı martın 30-da, bəzi məscidlərdə saat 8:00-da, əksərlərində isə 9:00-da başlayacaq. Bayram namazının vaxtının təyinatı məscid imamlarından və icma rəhbərlərindən asılıdır. Onlar bu seçimdə azaddılar. Namaza gələn əhalinin gəlişi ilə bayram namazının vaxtını təyin edə bilərlər. Yəni buna heç bir maneə yoxdur. Amma Bakıda, şəhərdə adətən 1-2 məsciddə 8-də qılınır və əksər məscidlərdə saat 9-da bayram namazı qılınacaq. Fuad Nurullayev fitrə zəkatının çıxarılacağı vaxta və onun məbləğinə də toxunub. Bildirib ki, fitrə zəkatı bayramdan bir gün öncə çıxarılmalıdır. Yəni ailədə 5 nəfər varsa, 5 nəfər üçün fitrə zəkatı ayrılır. Yəni ən çox istifadə olunan ərzaq buğda, undur və bundan yuxarı ərzaqdan da hesablana bilər. Məsələn, düyüdən, kişmişdən, xurmadan və bunu ərzaq şəklində verməkdənsə tövsiyə olunur ki, bunu pul şəklində versinlər. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi budur ki, bu pulun da məbləğini təqribən 10-15 manat hər adam başına hesablasalar daha gözəldir. Amma birdən birinin imkanı aşağıdır, aşağı məbləğdən götürə bilər. İmkanı yaxşı olan insanlar, maddi durumu normal olan insanlar bu məbləği biraz da yuxarı hesablaya bilərlər. Çünki bunlar fəqirlərə və yoxsullara, imkansızlara verilir. Fuad Nurullayev vurğulayıb ki, səfərdə və ya xidmətdə olan ailə üzvləri üçün fitrə çıxarmaq vacib deyil. Fidan Əsədli, Aytən Fehruz, Xəzər xəbər. Davam edir hörmətli tamaşaçılar.
Türkiyədə Əkrəm İmamoğlu'nun həbsi ilə bağlı keçirilən aksiyalarda 1133 şübhəli şəxs saxlanılıb. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya aksiyalarda 123 polis əməkdaşının xəsarət aldığını bildirib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi də Azərbaycanlı tələbələrə İmamoğlu'nun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciətdə edib. Bu arada Cümhuriyyət Xalq Partiyası İmamoğlu'nun prezidentliyə namizədliyini rəsmən elan edib. Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya və terror istintaqı ilə bağlı 5 gün davam edən etirazlarda 1133 şübhəlinin saxlanıldığını qeyd edib. Onun sözlərinə görə 19-23 mart tarixləri arasında keçirilən qanunsuz aksiyalarda 123 polis əməkdaşı xəsarət alıb. Qeyd olunub ki, polisə basqın edən, xalqın əmlakına zərər vuran şəxslər barəsində məhkəmə prosesi davam etdirilir. Tutulanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər müəyyən edilib. Yerlikaya qeyd edib ki, vətəndaşların asayiş və təhlükəsizliyinin təhdid edilməsinə qətiyyən göz yumulmayacaq. Qeyd edək ki, ötən gecədə Əkrəm İmamoğlu və daha 105 nəfərin saxlanılması ilə bağlı Türkiyədə aksiyalar keçirilib. Polislə etirazçılar arasında qarşıdurmalar baş verib. Terrorla Mübarizə İdarəsinin məlumatına görə sosial şəbəkələrdə təxribatçı paylaşımlar edən 58 nəfər saxlanılıb, 2 istifadəçi isə həbs edilib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi də qardaş ölkədə təhsil alan Azərbaycanlı tələbələrə Əkrəm İmamoğlu'nun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib. Bu arada Türkiyənin Cümhuriyyət Xalq Partiyası İstanbul Bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılmış Əkrəm İmamoğlu'nun prezidentliyə namizədliyini rəsmən elan edib. Xatırladaq ki, dünən, yəni İmamoğlu'nun korrupsiya işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səs vermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi məntəqələr yaradılıb. CHP-nin sədri Özgür Özəl səs verməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. İmamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub. Kəmalə Əlmuradova, Xəzər xəbər. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan 25-26 mart tarixlərində Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Hakan Fidanın ABŞ dövlət katibi Marco Rubio və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır. Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə prezidentinin ABŞ-ya səfəri ilə bağlı müzakirələr aparılacaq. Bundan əlavə Ukrayna və Fələstindəki vəziyyət, eləcə də Suriyadakı hadisələr başda olmaqla iki ölkəni maraqlandıran regional inkişaflar və bu kontekstdəki əməkdaşlıq imkanları qiymətləndiriləcək. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin həllinə dair danışıqlar başlayıb, görüş mətbuata qapalı keçirilib. Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən görüşün keçiriləcəyi otelin binasını tərk etməyi xahiş ediblər. Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Biseda rəhbərliyi edib. ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Michael Anton, həmçinin Ukrayna üzrə xüsusi elçi Kit Kellogg'un və Milli Təhlükəsizlik müşaviri Mike Watson köməkçiləri daxildir. Bu arada qeyd edək ki, ötən gün axşam saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Amerika Birləşmiş Ştatları və Ukrayna nümayəndəliklərinin görüşü baş tutub. Ukraynanın Müdafiə naziri Rüstəm Umerov müzakirələrin məhsuldar və konkret olduğunu vurğulayıb. O bildirib ki, tərəflər enerji də daxil olmaqla əsas məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Müdafiə nazirindən başqa danışıqlardan Ukrayna prezidentinin ofisinin rəhbər müavini Pavlo Palisa da iştirak edib. Amerika nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Michael Anton, həmçinin Ukrayna üzrə xüsusi elçi Kit Kellogg və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mike Watson köməkçiləri də daxil olur.
Xəzər xəbəri izləyirsiniz. Bakıda qəbirstanlıqların birində qeyri-adi hadisə baş verib. Belə ki, qardaşının qəbrini ziyarətə gedən şəxs orada başqasının dəfn edildiyini görüb. Ümumiyyətlə, Suraxanı qəbirstanlığında nələr baş verib, sujetdən biləcəksiniz. Bayramla əlaqədar qardaşının məzarını ziyarət edən şəxs qarşılaşdığı hadisədən heyrətə gəlib. Qardaşının məzarının yerində başqa şəxsin dəfn edildiyini görüb. Hadisə Suraxanı rayonu Əmircan qəbirstanlığında baş verib. Elxan Sultanov iddia edir ki, onun qardaşının başdaşı da qırılaraq atılıb. Ayın 22-si biz düşdük ziyarət eləyə öz ölülərimizin qəbrini, babamızın qəbri, qardaşımın qəbri. Biz neçə illərdir bayramlarda gəlirik, anamla da gəlirdik rəhmətli, yine anamla da. Gəldik biz burada şoka düşdük ki, qəbri açıb üstünə qəbir bastırıblar. Yəni ki, biz Axundu zadı tapdıq, gəldilər, dedilər ki, bu olan işdir, bu bastırmış o qardaşımız orada, mən bunlarla razılaşmadım. Qardaşınızı götürüb harasa bastırırlar? Bəli, düz onun ayaq altına deyir bastırırlar, dediklərinə görə, mən iştirak eləməmişəm. Elxan Sultanov deyir ki, dəfn edilən şəxslərin yaxınlarını tapıb. Onlar söz veriblər ki, həmin nəşi çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilməyib. Mən də bunlara bir gün vaxt verdim. Ona baxmayaraq, gən də aparıb dəfn eləməyiblər. Ondan da başqa aparıb məni 31-ci polis bölməsinə də şikayət ediblər ki, bu adam narahat eləyir bizi. Mən nə narahat eləyirəm? Onlar mənim ölümü burada narahat eləyib belə pismasın. Bu bir dənə qəbirstanlıq var, bu bir dənə yer var. Aparıb başqa yerdə basın. Mənim əziz qardaşımın qəbrinə mi gətirib bastırarlardı onu? Mənim üçün çox pisdir bu. Elxan Sultanovun istəyi verilən vədə əməl edilməsi, həmin şəxsin başqa yerdə dəfn olunmasıdır. Babamın qardaşları hamısı bizimdir bu. Əgər dəfn eləyirsə, bizim öz əziz mənim anam da rəhmədə gedib, əmlərim də rəhmədə gedib. Elə onları gətirib biz burada dəfn eləyirik. Bu rəhmətlik gördüyünüz kimi dəfn olan adam Hövsandan gətirib burada dəfn eləyiblər. Xahiş edirəm, bu barədə bir ölçü götürülsün. Belə olmaz. Məsələ ilə bağlı məzarlıqlara cavabdeh olan şəxslə əlaqə saxladıq. O, Xəzər xəbərə bildirdi ki, yeni dəfn edilən şəxslərin yaxınları ona bildiriblər ki, bu yer onlarındır və buna görə də həmin şəxsi orada dəfn ediblər. Daha sonra isə yeni dəfn edilən şəxsin yaxını ilə əlaqə saxladıq. O isə bildirdi ki, ailələr danışaraq əvvəlki qəbirdə dəfn edilən şəxsin atasından razılıq alıblar. Müsahibimiz isə deyir ki, onlar arasında heç bir razılaşma yoxdur. İslam Əşrəfov, Samir Qasımov, Aytən Fehruz, Xəzər xəbər. İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirməyə cəhd göstərilib və nəticədə də 2 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində Naryad tərəfindən sərhəd xidmətinə yaxın ərazidə pilotsuz uçuş aparatının səsi eşidilib. Bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd zastavası dərhal silaha komandası ilə qaldırılıb, xidməti ərazi bağlanılıb, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb. Abşeron rayonu Saray qəsəbə sakinləri 25 yaşlı İlqar Qurbanov və 40 yaşlı Neymət Məhərrəmov şübhəli şəxs qismində saxlanılıblar. Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsi ilə atılan narkotiki götürmək məqsədi ilə gəldiklərini etiraf ediblər. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Abşeron rayonunun Xırdalan şəhərində bir küçənin sakinləri iddia edir ki, kanalizasiya xətti günün tələblərinə cavab vermir. Sakinlərin sözlərinə görə illər öncə çəkilən xətt bugün yük götürmə qabiliyyətini tam olaraq itirib. Məhz bu səbəbdən də evlərin zirzəmiləri və həyətləri çirkab sularla dolub. Kanalizasiya xətti tutulub, yollara, evlərin həyətlərinə və zirzəmilərə çirkab su dolub. Ərazidə antisanitar vəziyyət yaranıb. Görüntü Abşeron rayonunun Xırdalan şəhərindəndir. Bu küçədə isə 150-dən çox ailə var. Onlar bildirirlər ki,
İllər öncə çəkilən kanalizasiya xətti bu günün tələblərinə cavab vermir. Sakinlərin sözlərinə görə kanalizasiya xətti 15 il bundan əvvəl elə küçə salınanda istifadəyə verilib. O vaxt küçədə təxminən 5 ya 6 ev olub. Xətt də ev sayına görə nəzərdə tutulub. Amma illər keçdikcə yaşayanların və tikintilərin sayı çoxalıb. Kanalizasiya xətti isə yenilənməyib. 2003-cü ildən biz burada yaşayırıq. Burada kanalizasiya çəkdilər, onda evlər 5-6 ev idi. Sonra bax, bura hamısı boşluq idi. Gəldilər, sonra bunlar hamısı maklerlər aldı, ev tikdi. Bax, o tərəfdən, bu tərəfdən, o tərəfdən hamısı qoşuldu bu liniya. Çatdırı bilmirik. Yağış oldu, olmadı, hamısı basır həyəti. Bax, bu dəqiqə bütün padvallar su içindədir. Kanalizasiya problemi bizdə həmişə olub, indi də var. Qoşulub küçədən köhnə kanalizasiya sistemi dəyişilmədi. Layihə, nə bilim, nəsə axır belə cavablandırırlar ki, kanalizasiya var. İndi ona görə məcburuq həyətimizdə şambo qazmışıq. Şambodan istifadə edirik. Qoşa bilmirik. Xırdalanın mərkəzində. Xırdalanın, bəli. Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsindən də Xəzər xəbərə bildirildi ki, Xırdalan şəhəri Dilarə Əliyeva küçəsində kanalizasiya xəttinin diametri illər öncə orada yaşayan sakinlərin tələbatına uyğun inşa olunub. Tikinti sayının çoxalması, əhalinin sayının artması xəttin normadan artıq yüklənməsinə səbəb olur. Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinin qəza briqadası tərəfindən mütəmadi olaraq xəttdə yaranan tıxaclar aradan qaldırılır. Məsələnin həlli isə küçədə diametri daha böyük kanalizasiya xəttinin inşa olunmasıdır ki, bu istiqamətdə təkliflər hazırlanaraq bu ilin tədbirlər planına salınması nəzərdə tutulub. Nizami Rəsulov, Nigar Mahmudova, Xəzər xəbər. Masallıda polisin keçirdiyi tədbirlərlə silsilə uğurluqlar etməkdə şübhəli bilinən şəxs ələ keçirilib. Rayon ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun uğurlanması barədə polisə məlumat daxil olub. Tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalarla onun paytaxtı Nizami, Sabunçu və Sabayl rayonlarında analoji talama əməlləri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Masal rayonunda yerləşən Təzə Bazar dairəsindən əvvəllər də oğru eləmişəm. Axırıncı oğrunun 9000 pul olub, dükkandan götürmüşəm həmin pulu. Pulu xərcləyib qutarandan sonra başladım Bakı şəhərində tanımadığım müxtəlif qəsəbələrində oğruq eləməyə, həmçinin maşınlarla şübhələnə sındıraraq içinə girirdim. Spirtli içki, pul, yəni əlimə telefon, nə keçdiklərimi yığırdım, üstümə çıxırdım. Növbəti sujetimiz bazarlarda yeni satışa çıxarılan xırda kartoflarla bağlıdır. Sözü gedən kartoflar alıcılara bir qədər baha, daha dəqiq desək, kiloqrama 6-7 manata təklif edilir. Bəs qiymətin bu qədər yüksək olmasının səbəbi nədir? Bazarlarda 1 kiloqrama 6-7 manata kartof satılır. Söhbət bu xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə məhsul həm yeni, həm də keyfiyyətlidir. Ona görə də yerli bazarlarda bu qiymətə təklif olunur. 7 manata, 6 manata, 5 manata, biraz iriləri 4 manata, 2 manata. Burada xırdalar yemək yaxşı olduğuna görə onu istəyirlər də, onu alırlar. Şəmkirdən gəlir kartuska. Təzə kartuskalar oradan gəlir. Var, yaxşı da alırlar. Dadına görə alırlar. Satıcılar qiymətin bu qədər yüksək olmasını məhsulun həm yeni, həm də xüsusi sort olması ilə əlaqələndirirlər. Onlar iki sort olurlar. Cəlilabaddan gələn də var, Şəmkirdən gələn də var. Şəmkirdən gələn bahadır, Cəlilabaddan gələn ucuzdur. Onların sortlarında fərqi var. Hal-hazırda Nobar kimi almışıq. İndi hal-hazırda bahadır. Opta boyu 5 manat, 6 manat, 7 manatdır opta boyu. Xırdası, qaroxlar, xırdalar. Şəmkirdən gəlir, hamısı bilir ki, bu kartof Şəmkirdən başqa yerdən gəlmir, xırda kartofu. Biraz xırdaları biraz baha olur, 6-7 manat, böyükləri ucuz olur. 4 manat, 4.50-5 olur, belə olur. Bir aydır gəlir. Alıcılar da deyir ki, bu xırda kartoflar çox dadlıdır, lakin qiymətləri xeyli yüksəkdir. Yəni bəli, istifadə edirik. Biz onu balaca onu təmizləyirik, onu yağda qovururuq da, yağın içində. Sonra onu dababqa edirik. Çox dadlı, ləzzətli olur. Şəmkir bahadır biraz, Gədəbəy biraz ucuzdur, yəni Cəlilabad biraz ucuzdur, amma Şəmkir biraz bahadır. Qızardanda o balacanın dadı qəşəng. Əgər dərmansız olarsa da çox gözəl olar, yeməlidir. Dərman çox istifadə olunubsa da yox. Yox, əgər baha olsa yox, baha olsa da böyüyünü almaq daha məsləhətdir. Əncə ucuz olsa
qızartmaq üçün, ya istifadə etmək üçün olar. Satıcılar onu da bildirdilər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir. Lakin məhsul bol olarsa növbəti aylarda ucuzlaşa bilər. Aynurə Xudaverdiyeva, Seymur Əmiraslanov, Xəzər xəbər. Matanat A şirkətinin məhsulları daha bir mükafata layiq görülür. Ağdağ Natural Gips karton lövhələri ilin tikinti materialı nominasiyası üzrə Azərbaycan Business Award 2024 mükafatına layiq görülüb. Ağdağ Natural Gips karton lövhələri gips əsaslı məhsullar sahəsində xüsusi yenilikləri ilə seçilən Matanat A şirkətlər qrupuna aid Ağdağ Gips karton zavodunda istehsal edilir. Qabaqcıl Greensbach Alman texnologiyası ilə təchiz olunan zavodda istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur. Matanat A şirkəti bir çox beynəlxalq mükafatlara layiq görülmüşdür, lakin milli mükafatın verdiyi qürur bir başqadır. Ağdağ Natural Gips karton lövhələri divarların üzlənməsi, ara kəsmələrin, müxtəlif fiqurlu tavanların yaradılmasında istifadə edilir və kreativ memarlıq həllərinin daxili məkanlara rahat tətbiqində geniş imkanlar yaradır. Əziz ustalar, mühəndislər, ev sahibləri, Ağdağ Natural Gips karton lövhələrini bütün inşaat materialları satış mərkəzlərindən əldə etməyə tələsin. Sifariş xətti Ulduz 3030. Bakı və regionlar üzrə istənilən ünvana çatdırılma mövcuddur. Davam edirik. Cənubi Koreyanın Konstitusiya Məhkəməsi Milli Assambleyanın dəlilləri ilə razılaşmayaraq baş nazir Han Dok-Su'nun impiçmentini rədd edib. Nəticədə Han Dok-Su vəzifəsinə bərpa olunub. Həmçinin ona prezident vəzifəsini icra edən statusu da qaytarılıb. Xatırladaq ki, ötən il dekabrın 27-sində parlament hökumət başçısına impiçment elan etmişdi. Deputatlar onu 3 dekabr qiyamına kömək etməkdə və ya şərait yaratmaqda ittiham etmişdir. Han Dok-Su özü isə israr edir ki, hərbi əməliyyatın vəziyyətin tətbiq edilməsinə qarşı olub və dövlət başçısını bu fikirdən daşındırmağa çalışıb. Jurnalist, şairə, sürücü. 74 yaşlı Böyük xanım Cabbarovanın həyat hekayəsindən danışacağıq. 50 ildir ki, sükan arxasındadır. İşini sevir və zövq alır. Deyir ki, hələ gənc yaşlarından avtomobil idarə etmək onun ən böyük xəyalı olub. Xəyalını da gerçəkləşdirib. Qarajında yeni, rahat avtomobil olsa da yenə də köhnə maşınlara üst tutur. ...74 yaşı var, 50 ildir sükan arxasındadır. Deyir ki, halal çörəyini maşınla qazanır, işindən zövq alır. İxtisasca jurnalist olan və Binə qəsəbəsində yaşayan Böyük xanım Cabbarova qonşuluğundakı uşaqları məktəbə aparıb gətirir. Günün 7-8 saatını sükan arxasında olan xanım ev işlərini də özü görür. 4 kitab müəllifi olduğunu deyən Böyük xanım nənə şeir də yazır. O deyir ki, jurnalist peşəsindən ayrılsa da qələmi ilə hələ də sağollaşmayıb. Ona görə də onu həmyaşıdları arasında jurnalist kimi də tanıyan var, şairə kimi də, sürücü kimi də. Xanım kimi tanıyır, sürücü kimi tanıyır, jurnalist kimi tanıyır, yazısı kimi tanıyır, şairə kimi tanıyır. 6-7-nin yarısı maşını xodlayıb həyətdən çıxıram. Mən uşaqları aparıram məktəbə, qayıdıb gəlirəm, sonra uşaq var, onu hazırlığa aparıram, qayıdıram, gəlirəm, təzədən gedirəm, 4 dərsdən çıxan uşaqları gətirirəm. Ancaq uşaqla keçir. Ancaq uşaqlar? Bəli, nə yaxşı ki, o da var imiş. Deyir ki, avtomobilə hələ gənc yaşlarından marağı olub. İlk maşını Vaz 2103 olub. İndi Vaz 2106 sürür. Bundan başqa o ikinci əl avtomobil sürməyib. Hazırda qarajında xarici marka avtomobil olsa da yenə köhnə maşın idarə edir. 17 yaşında ailə qurub. Övladı 4 aylıq olanda həyat yoldaşını itirib. Ali təhsil aldığı üçünsə qaynanasına borclu olduğunu deyir. Müxtəlif dərgilərdə çalışıb və bir müddət sonra jurnalistikadan ayrılıb. Yeganə övladını ağır xəstəlik səbəbindən itirən Böyük xanım Cabbarova övladının qoxusunu 2 nəvəsindən aldığını deyir. Mən elə jurnalistikada oxuya-oxuya, 73-cü ildə qəbul olmuşam. Jurnalistikada oxuya-oxuya mən sürücü olmuşam. Bu maşın mənim üçün bugün hər şeydir. Yəni ki, evladdan, ailə saadətindən, evlad sevincindən. İndi mənim nazımı çəkən o dilsiz ağızsız dəmir parçasıdır. Meylimi də ona salmışam. Çöldə 2 maşınım var.
Onun dili olsa danışmağa çox şeylər danışar. Müsahibim bildirir ki, gördüyü işdən mənəvi zövq alır. İnsanlara faydalı olmaq Böyük xanım Cabbarovanın ən böyük amalıdır. Yaşadığı acılara baxmayaraq nikbindir, həyat sevərdir. Deyir ki, ən böyük arzusu işdən evə gələndə evinin pəncərəsində işıq, nəvələrini gülər üz görməkdir. Sevinç Vaqif qızı, Namiq Siyev, Xəzər xəbər. Qrip olarkən əlavə tibb işçisi axtarmağa və ya dərmanlar almağa ehtiyac yoxdur. Belə ki, qripin müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır. Bura ixtisaslı həkim müayinəsi, laborator müayinələr, burun udlaq yaxması, PCR testi, ultrasəs müayinə, rentgen, ambulator və stasionar müalicələr daxildir. Bəs bu tibbi xidmətlər hansı xəstəxanalara aiddir? İzləyək. Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır. İcbari sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu xidmətə hətta stansionar müalicə belə daxildir. Xəstələnəndə zoğallı çay və ya isti çay və ya ballı çay bizə dəstək olur. Mənə elə gəlir ki, həkim müayinəsindən keçdikdən sonra və ödənişsiz şəkildə düşünürəm ki, bizə dəstək olacaq. Yaxşı mənada çox qəşəng dəstək olacaq. Əslində təmin olunur məncə elə balinsalar var ki, sığorta ilə gedirsən, yaxınlaşırsan sənə sistem. Dövlət tərəfindən təmin olunur, amma balinsanın özlərində o şərait yaradılmır. Bir dəfə getmişəm sistem üçün, çox gec vurulub və əsəbləşib çıxmışam. İcbari sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdürü Leyla Lətifova Xəzər xəbərə açıqlamasında bildirib ki, vaxtında müalicə edilmədikdə qripin arzu olunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür. Qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun udlaq yaxması kimi müayinələr təyin edə bilər. İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun udlaq yaxması, PCR testi, ultrasəs müayinə, rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın xidmətlər zərfi ilə qarşılanır. Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər təbbin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 Elmi Tədqiqat İnstitutunda həyata keçirilir. Xatırladaq ki, ağırlaşma hallarında stansionar müalicə təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stansionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər. Aynurə Xudaverdiyeva, Vüsal Cəfərov, Xəzər xəbər. Bugün Sevinç Molda bir saylı uşaq evi sosial xidmətlər müəssisəsinin uşaqları üçün Ramazan ayı və Novruz bayramı münasibəti ilə bayram şənliyi təşkil olunub. Sevinç Molda Ramazan ayı və Novruz bayramı münasibəti ilə sosial məsuliyyət çərçivəsində bir saylı uşaq evi sosial xidmətlər müəssisəsi sakinləri üçün xüsusi tədbir təşkil olunub. Tədbir zamanı uşaqlar kinoteatrda film izləyərək bayram əhval-ruhiyyəsi yaşadılar. Uşaq əyləncə mərkəzində müxtəlif maraqlı fəaliyyətlərdə iştirak etdilər. Tədbirin sonunda uşaqlar özlərinin hazırladıkları rəqs nömrəsini nümayiş etdirdilər. Bu isə tədbiri daha da yadda qalan etdi. Sevinç Molda keçirilən tədbir dövlətin sosial rifahına yönəlmiş siyasətinə töhfə vermək və Novruz bayramının əsas dəyərlərini vurğulamaq məqsədini güdür. Belə sosial yönümlü tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Əgər siz rahatlığınıza önəm verirsinizsə, yolunuzu Abşeron Ticarət Mərkəzindən sala bilərsiniz. Ramazan ayı sevgi, paylaşım və bərəkət ayıdır. Bu müqəddəs ay sevdiklərinizi xoş sürprizlərlə sevindirmək, onlara dəyər verdiyinizi hiss etdirmək üçün ən gözəl fürsətdir. Bayram ruhunu yaşadan xüsusi hədiyyələr və zövqlü seçimlər isə Abşeronda yerləşən Ayan Aks mağazasıdır. Ayan Aks Ramazan bayramına özəl mükəmməl endirimlər və hədiyyə fürsətləri təqdim edir. Burada ətirlər, bəzək aksesuarları, bijuteriya, xüsusi hədiyyə setləri və bayrama uyğun sürprizlər tapa bilərsiniz. Bayrama özəl olaraq 3 ətir 45 manat deyil, cəmi 25 manat, 5 ətir 25 manat deyil, cəmi 35 manat, 10 ətir 150 manat deyil, cəmi 60 manat. Üstəlik 1000, 1200 və 1500 manatlıq alış-verişlərdə eksklüziv hədiyyələr sizi gözləyir. Abşeronun sıra 1, korpus 20, mağaza 19-da yerləşən Ayan Aks mağazasına gəlin, sevdiklərinizi unudulmaz hədiyyələrlə sevindirin. Allah orucunuzu və dualarınızı qəbul etsin.
Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Bugünkü xəbərlərimizdən bu qədər hörmətli tamaşaçılar. Sabah eyni saatda yenidən görüşmək ümidi ilə gecəniz xeyrə olsun.